Herkese salam aleyküm millət. Bugün sizlərlə birlikdə sarı mumya seti və buz diyarı Max config necə qurulur onu göstərəcəm. İlk öncə açıqlama və yorumlarda qoyduğum Telegram kanalımıza daxil olursunuz. Baxın, belə bir Telegram qrupumuz var. Burada istədiyiniz konfigi tapa bilərsiniz. Ən üstdən Forex Team'ə gəlirsiniz. Burada istədiyiniz qədər konfig var. Gördüyünüz kimi hamısı var. Ən aşağıya gələrək burada gördüyünüz kimi sarı mumya seti, buz diyarı Max, firavun çantası olan bir konfigimiz var. İlk öncə göyə baxın göstərdiyim göy üstünə bir dəfə basırsınız, indirirsiniz. 3 nöqtəyə basaraq indirilənləri kayd etdirsiniz. Sonra buradan çıxıb Zarchiverə gəlirsiniz. Zarchiverə Play Store və yaxud da App Store-dan indirə bilərsiniz. Dovland, Telegram. Gördüyünüz kimi dosyamız buradadır. Bir dəfə üstünə basırsınız. Burada görüntülə. Bir dəfə üstünə basıb aç. Baxın, burada sizdən şifrə istəyəcək. Bu şifrəni hardan tapa bilərsiniz? Bundan əvvəlki konfigə gəlirsiniz. VIP 2025 konfig. Baxın, burada dosyanın şifrəsi var. Həmin dosyanın şifrəsi bu deyil ancaq. Baxın, burada şifrə YouTube-da videonu bəyənib abunə olmağı unutmayın. Baxın, bunun altında bir dənə link olacaq. Bu videonu atdıqdan sonra bu konfigin altında bir link olacaq. Həmin o linkə basırsınız, sizə bir YouTube videosuna yönləndirəcək. Həmin o YouTube videosunu tam baxandan sonra onun içində olan şifrəni yazacaqsınız bura. Baxın bura. Onun üstünə bir dəfə basıb aça basacaqsınız, yazacaqsınız bura. Mən yazıb gəlirəm. Baxın, yazıb bitirdikdən sonra iki seçenek qarşınıza çıxacaq. Konfigi iptal etmə və files. Konfigi iptal etmənin üstünə bir dəfə basırsınız. Burada istədiyiniz konfigi iptal edə bilərsiniz. Bu faylsı həmin dataya ataraq. İndi bizə lazım olan faylsı. Faylsı üstünə basılı saxlayırsınız, kopyala. Buradan yuxarıya basaraq cihaz hafızası, Android, data. Baxın, Skuski çalışmıyor, erişim reddedildi. Bunu yorumlarda gördüyünüz kimi qoymuşam ekrana. Çox insan bunu eləməyib. Bunu indi sıfırdan göstərəcəm sizə. Necə eləyə bilərsiniz? Qayıdırsınız buradan Play Store-a. Buraya yazırsınız Skuski. Baxın bu. Bu proqramı indirirsiniz. İndirdikdən sonra aça basırsınız. Baxın, burada eşləşdiriyor. Baxın, birinci bura Skuski çalışmıyor. Kablosuz ayıqlama ilə başlat. Eleştiriyor'a basırsınız. Buradan çıxırsınız. Baxın, hizmet aranıyor. Buradan çıxıb başlata basırsınız. Geliştirici seçenəklər. Açılmağını gözləyək. Biraz aşağı düşürsünüz. Burada kablosuz ayıqlama var. Əgər sizdə baxın USB üzərindən yüklə, bu açıq deyilsə bunu açmağa çalışın. Çünki bu açıq olanda daha yaxşı performans dəstəkləyir. Kablosuz ayıqlamanın üstünə bir dəfə basırsınız. Burada eleştirmə kodu ilə cihaz eleştirin. Bunun üstünə bir dəfə basıb həmin bu kodu yuxarıdakı yerə yazırsınız. 549 642 549 642. Bu kodu doğru yazmağa çalışın. Çünki bir-iki dəfə səhv yazandan sonra Skuski baqa düşür. ADB hizmətləri. Baxın, gördüyünüz kimi waiting for service. Gözləyək. Skuski çalışıyor. Yenidən qayıdırsınız buradan Zarchiverə. Bir dəfə üstdən aşağı yeniləyirsiniz. Aşağıya düşərək buradan baxırsınız. Tencent IT. Bir dəfə bunun üstünə basıb aşağıda kopyala, yapışdır yeri var. Bunun üstünə bir dəfə basırsınız. Kopyala. Tamam. Videomuz bu qədər. Videomu bəyəndinizsə like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.